Hər kəsə salam. Servisimizin qonağı HP ProBook 4540S notebookun anakartıdır. Notebookun müştəri şikayəti start var, görüntü yoxdur. Ancaq ilkin olaraq mən qida blokuna təbii ki bunu bağladığın zaman təyin etmək olar. Anakart davamlı reset vəziyyətindədir. Anakartın məlum məsələdir, touchpad tərəfidir. Oksidləmə olub nə zamansa, öncələri olan bir prosesdir, çünki yeni oksidləmə izləri deyildi. Çox ciddi dərəcədə deyildi, ancaq var idi. Misal, Intel PCI chipsetimizin arxa üzündə olan bir neçə müqavimət var idi. Artıq onları bərpa etmişəm. Bir neçə yollarda oksidləmə var idi, amma tam yol qopması deməzdim buna. Daha sonra multikontroller bölgəsi. Bu modellərdə, misal bunun 4530S modellərində, misal burada standby VRM dövrəsi ən çox zədə görürdü, oksidləmədən problem yaradırdı. Ancaq bunlarda da yenə touchpad tərəfəsində düşür, standby VRM dövrəsi bu tərəfdədir. Fazlar da burada yer alır. Burada da biraz oksidləmə var idi, artıq mən bərpa etmişəm. Anakartın digər üzü ideal vəziyyətdədir. Belə deyim, hər hansı servisdə EEPROM-a və s. yəni başqa bir komponentlər müdaxilə görülməyib. Bəlkə də baxıblar, açıb baxıblar, ancaq müdaxilə görmədim, açıq flaksizi, lehimizi və s. İlkin olaraq daha sonra qida blokuna bağlayım və ilkin olaraq bir göstərim sizə anakartın reaksiyasını. Anakart ortalama 300-350 mAh çəkir və daha sonra bu standby rejim alır, daha sonra start alır. Bu platforma Vistron platformadır. RTC voltaj olmadan avtostart alır, ancaq avtostart alsa belə müəyyən bir cərəyanda sabitlənmir. Bu platformaya görə dəyişən bir şeydir. Fərqli platformalarda fərqli bir reaksiya verə bilər. Ancaq davamlı Vistronda belə bir xüsusiyyət var. Davamlı hər hansı bir siqnal çatışmazlığı olarsa, o zaman anakart döngü olaraq bir reset vəziyyətinə düşür. Anakartı ilkin olaraq diaqnostik etmişəm, artıq problemi tapmışam. Ümumiyyətlə, baxın, bu tip problemlərdə hər hansı, misal, çoxları bəlkə də EEPROM-a müdaxilə edə bilər, yenə qeyd edirəm. EEPROM-a müdaxilə etmək, yəni bu tip problemdə, az sonra keçilən cərəyanda da göstərəcəm, bu tip problemdə EEPROM-a müdaxilə etməyin. Anakart start alır, anakart start alırsa, mənim standby-dan bir, yəni, belə deyim də, şübhəm olmur. Çünki anakartda normal bir start var, hər hansı bir qısa qapanma da yoxdur. Yəni, ilk start alır, standby-a düşdüyü vəziyyətdə də baxmaq lazımdır burada. Yəni, belə deyim də, standby vəziyyətində, yəni qida blokuna bağlayan zaman bir neçə saniyə gözləyir, daha sonra start alır. Misal, orada da diqqət edin, anakartı qida blokuna bağladığımız zaman çəkilən cərəyanı ilk standby vəziyyətinə diqqət edin hər zaman. Normal bir dəyərdədirsə, problem yoxdur. Ancaq anormal bir dəyər varsa, termal kamera ilə anakartın üzərini analiz etməyimiz lazımdır. Çünki bu tip problemə o istənilən komponent də problem yarada bilər. Şəbəkə kartı ola bilər, səs kartı ola bilər və ya hər hansı VRM kontroller ola bilər. Daha sonra bu tip problemlərdə osiloqraf, multimetr. Multimetri o zaman istifadə edə bilərik ki, anakartın start almasından standby rejimə keçmə müddəti 1 saniyəmi, 2 saniyəmi? 2-3 saniyə ərzindədirsə, multimetrin köməyi ilə bu prosesi edə bilərik. Multimetr bizə o dəyəri göstərəcək, yəni faz çıxışlarından bəhs edirəm burada. Ki, yəni biz lazımi fazların ölçümünü edə bilərik ki, həm VRM-lər çalışırmı, ən azından birləş bu fazlar kontrollerlə çalışırmı? Yox, çox aşağı bir reset vəziyyətindədirsə, bunu bir çox videolarımda, dərslərimdə də qeyd etmişəm. Osiloqraf mütləq lazımdır, zamanı yavaşladıb, trigger funksiyası və yaxud da zamanı yavaşladaraq da ilkin olaraq biz təyin edə bilərik ki, fazlarımız aktiv deyil. Bu faz məsələsinə yenə də bir toxunum. Burada biz bobin dediyimizdə, bu bobin, yəni bobinin elə bir qeyri-adi xüsusiyyəti yoxdur. Bobin, yəni çıxışında da bildiyiniz kimi filtr, kondensator, elektrolit və yaxud da tantalum ola bilər və yaxud da SMD ola bilər. Bobin, back və boost converter'ın təməl dövrəsinin əsas komponentlərindən biridir. Bobinin, bilmirəm, çoxları bilirəm ki, çoxları əzbərə bir ölçüm edir. Yəni, bobin mən dediyimdə, onu siz də bobini ölçürsünüz. Ancaq mahiyyəni tutmağınız lazımdır. Bobin nəyə görə ölçülür? Misal, mən bobini ölçməyib, VRM kontrollerin çıxış pinində və yaxud da alt üst MOSFET-lərin
mərkəzi pinlərində, yəni birləşdiyi source və drain pinlərində ölçümünü edə bilərəm. Sadəcə bobin, yəni çıxışda olduğuna görə daha rahat ölçümdə. Ona görə biz bobinə belə deyim, fokuslanırıq. Ölçümü daha rahatdır, yəni multimetrlə olsun, multimetrin probe olsun, oscillografın probe olsun, daha yaxşı təmas edir. Ancaq burada MOSFET-lərdə ölçüm etdiyi zaman qatışdıra bilərsiniz. Çünki bəzilərində 2 üst, daha doğrusu 2 alt, 1 üst MOSFET, bəzilərində 4 ədəd MOSFET, 2 üst, 2 alt MOSFET-dən istifadə edirlər. İkisi burada, bir burada ola bilər. Yəni bu sizə çətinlik yarada bilər. Yəni ola bilər anakartda, misal bunlarda 2 alt üst MOSFET-lərdən istifadə edirlər və hamısı yaxındadır. Yəni bu tip ölçümdə rahat ola bilər ki, mən MOSFET-dən ölçüm əldə edə bilərəm çıxış fazını yoxlamaq üçün. Çıxış fazı dediyimizdə nədir? Bir VRM kontrollerin normal çalışdıqdan sonra, yəni normal komponentləri yerindədirsə, ətrafında dövrə komponentlər qaydasındadsa, çıxışda əldə edəcəyimiz və yaxud da gözlədiyimiz bir voltaj. Deyirəm, voltajını ölçürəmsə, mən 1.5 voltaj gözləyirəmsə, DDR3 üçün mən 1.3-ü gözləməyim lazımdır. Yəni bunu biz xəyalımızdan və hər hansı bir yerdən düşünüb bu ölçümü gözləmirik. Ana fazın hər hansı bir faz. Faz da dediyimiz nədir? Əslində phase olaraq ingiliscədən faz bir VRM-in bir çıxışı olur. Buna bir faz deyirlər. CPU-larda əsasən 2-3 fazdan artıq istifadə edilir. 4, 5, 6, 7, 8 GPU-larda daha çoxdur. Yəni əsasən köhnə nəsillərdə 2-3 fazdan yetərli olurdu. Çünki çəkilən cərəyanda elə də yüksək deyildi. Vata görə yüksək deyildi. Artıq yəni belə deyim, çip nə qədər kompleks olarsa, bir o qədər çəkilən cərəyanda çox olmasını istəyir. Ona görə də fazlarda say artımı olur. Belə, yəni bu tip problemlərdə mütləq şəkildə, yəni fazdan öncə təbii ki, əyani baxış. Video kursunda da əyani baxışın əhəmiyyətini öyrətmişəm. Hətta orada bir təmir prosesi də var, əyani baxışın nə qədər önəmli olduğunu. Əyani baxışla anakarta ilkin olaraq baxırıq ki, görək hər hansı bir qopan. Çünki bu problemdə bir müqavimət belə bizi bu təmirdə işimizi rahatlaşdıra bilər. Bir müqavimət qopar və yaxud da oksidləmədə bir tel qopar, chipsetin önəmli bir pin ola bilər ki, hər hansı CPU ilə əlaqəli, multikontroller ilə əlaqəli və yaxud hər hansı VRM, hər hansı bir önəmli siqnalla əlaqəli. Aradakı olan tel yol qopması müqavimətin oksidləyib artıq keçiriciliyi azaldığına görə bu tip problemlər olursa, bir-iki müqavimətdə bu işi həll edə bilərik. Ancaq burada elə bir problem yoxdur. Oksidləyən müqavimətlərdə ciddi bir problem yoxdur. Hər iki tərəfində gərginlik lazım olduğu dəyərdədir. Yəni dəyərlər ideal şəkildədir. Bu qədər. BIOS EEPROM-a müdaxilə görmürük. 300-400 milliamperdə. Yenə qeyd edirəm, baxın. Artıq həqiqətən yoruluram. Çünki servisdən gələn notebookların, yəni başqa servisdən gələn notebookları həqiqətən artıq belə deyim. Çobud çıxsa da deyəcəyim, həddə aşırlar. Çünki gərəksiz bir proseslərə EEPROM-a müdaxilə görürlər. Və müştəriyə dediyimiz zaman ki, bunun mənə orijinal backup BIOS EEPROM lazımdır. Köhnə modellərdə problem də, amma yeni nəsillərdə çox önəmlidir. Yeri gələndə köhnələrdə də önəmlidir. Nəyə görə? Çünki anakartın bütün serial nömrəsi DMI dediyimiz bölgə informasiyası, DMI blok BIOS EEPROM-da. O bölgə artıq sən backup alırsan, silirsən, nə edirsən ki, başqasını yazırsan, artıq sıfırlanır. Ona görə də bu tip problemlərdə məni izləyən servislər olsun, məni bəyənməyən servislər də olsun, mənim üçün çox önəmli deyil, ancaq sizə deyirəm, bu işi bilirsiniz edin, bilmirsinizsə bu işin başını buraxın. Çünki gördüyünüz iş qarşıma gələrkən həqiqətən bərbad bir vəziyyətdə olur. Yəni bu EEPROM-u çıxardın, backup'ını aldın, kompüterində saxlayırsan da elə deyilmi? O backup'ı yenidən yaz, fikir yoxdur, düzəlməsin, sən göndər, bəlkə mən yox, hər hansı XP servis bu işi həll edə bilər. Və bu tip problemdə BIOS EEPROM-a toxunmuram. BIOS EEPROM onsuz ki, ilkin prosesdə, belə deyim də, ilkin prosesdə bir oxunma onsuz da gerçəkləşir. Yəni ilk startda oxunma var, müəyyən bir prosesdən sonra yenə də BIOS EEPROM daim oxunma vəziyyətində olur. Bu başqa məsələ. Ancaq bu tip problemdə mən ölçüm edirəm ki, misal burada, bu anakartda bir fazımızda bir problem var və bu fazımız VCCP power fazımızdır.
Bu 1.05'dir. Intel PCI chipsetim üçün əsas ana voltajlardan biridir. Bu faz yoxdur. Mən buna götürüb BIOS yazsam nə önəmi daşıyır? Çünki bu fazın BIOS EEPROM-la hər hansı bir arada bir təbii ki, xəbərləşmə də məntiqsiz bir şeydir burada. Hər hansı bir informasiya alış-verişi yoxdur. Çünki bu VRM-dir. VRM-lər yəni müstəqil olur. Yeni nəsil VRM-lərdə var, bəli, xəbərləşmə var CPU ilə. Ancaq yenə də birbaşa BIOS ilə əlaqəsi yoxdur. Ona görə də yenə də buradan məlumatı bildirəm. Baxın, sizin bu tip səhvləriniz müştərini həddindən artıq çox xərcə salır. Ona görə də çalışın bu tip səhvləri elə etməyin. Və ölçümlərdə yenə dediyim kimi işi üsuluna görə gedin. Yəni əzbərə, mənim əksəriyyəti də bu gün mənim videolarımdan öyrənib yaxşı pul qazananlar hamısını əzbərə edirlər. Əksəriyyəti əzbər edir. Məntiqini düşünmək lazımdır. Yəni mən burada faz dediyimdə nə nəzərdə tuturam? Mən fazı nə tip ölçümlər edirəm? Bunu düşünməyiniz lazımdır. Yəni mən əzbərə bunu edirəmsə, sən başqa anakartda onu edirsənsə, artıq sənin işin həm əzbər olur, həm də o ölçümü başqa bir yerdə edir. Misal, mən burada elə bir voltaj ölçürəm, sən anakartda onu tapmırsan. Misal, burada VCCP Power. Nədir bu VCCP Power? Bu VCCP Power voltajı, yəni misal, başqa anakartda 1.05 VS kimi qarşınıza çıxa bilər. İndi gəl işin içindən çıx ki, Vüsal axı VCCP Power deyildi. Mənim bu anakart, ölçdüyüm anakartda bu yoxdur. Siz nəyə görə? Çünki mən sxeminə baxıb fikrimi bildirirəm. Anakartın sxemi ilə irəliləyirəm. Və yaxud da mən buna VCCP deməyəcəm. Buna deyəcəm ki, misal 1.05, 1 voltaj görməliyəm. İndi sən gəl başqa bir anakartda düşün ki, chipset üçün 1 voltaj nədir? Chipset üçün elə 1 voltaj bəs etmir axı. Misal, CPU üçün sadəcə 1 fazı yetmir axı. 1.5 var, 1.8 var. Sistem agent voltajı var. Ona görə də ölçdüyünüz prosesdə məntiqini tutun işin. İşin məntiqini bilməyiniz lazımdır. Yəni bu prosesdə. Yenə qeyd edirəm, baxın bu tip videolar, bu tip dərs xarakterli, artıq nə ad verirsinizsə, dərs xarakterli də düşünə bilərsiniz, bu video xarakterli, yəni dediyim kimi. Bu işdə, daha doğrusu bu tip videolar daha çox irəli səviyyəyə yaxındır. Nəyə görə? Çünki burada artıq mən çox xırdalığına getməm. Misal, giriş MOSFET-lərindən baxmıram. Misal, bəzi videolar deyirəm, giriş MOSFET-lərindən baxıram. Bəzi şeylər var ki, onları pas çəkirəm. Çünki müəyyən bir səviyyədə sonra insan bilir ki, misal, burada RTC dövrəsi olsun, 25 MHz olsun. Yəni, bu tip əslində bunlar qaydasındadır. Məsələnin ilk önü. Misal, ola bilər ki, baxın, bunda problem var. Daha sonra başqa bir problem çıxsın. O zaman onu adlayıram. Yəni, bunu həll edim. Daha sonra chipsetdə, misal, 25 MHz-lik bəlkə tam çıxmır. Ona görə anakart reset vəziyyətində. Misal, mən bunu bərpa etdim, yenə də anakart reset vəziyyətində. Artıq o, təbii ki, diaqnostikanın, belə deyim də, ilərləyən bir periodu var. Ona nəzərən mən bu diaqnostikada düşünürəm ki, artıq anakarta nə ölçüm edə bilərəm, nə kimi prosesləri tətbiq etmək lazımdır. Belə, nə edirik? Qida blokuna bağlayaq. Çox uzatmayacağım. Birbaşa VRM kontrollerin ölçümünü edirik. VRM kontrollerin ölçümü nədir bizə lazım olan? Əsas ana voltajımızı təmin etməyimiz lazımdır. Enable siqnalı varmı? Misal, burada SLP S3 olaraq təyin edilir enable siqnalı. O varmı? Varmı? Çıxış fazı varmı? Var. Yəni, çıxış fazı daha doğrusu varsa nədir? Dəyəri nədir? Dəyərə görə fikir bildiririk. O zaman ya çıxışda müqavimətində problem var və yaxud da bu kontrollerin özündə problem var. Belə, keçək indi sxemdə az da olsa məlumat verim, daha sonra ölçümlərə başlayaq. İlk öncə anakartdakı reaksiyaya baxaq. Qida blokuna bağlandı. 320 mA. Təbii ki, bu şəkilən cərəyan isinmədə təsir edəcək. 283. Təbii ki, RTC olmadığına görə ilk daha çox cərəyan çəkir. 285. Təbii ki, biraz gözləsəm PCH isinir və çəkilən cərəyanda az da olsa fərq edir. Nəysə. Önəmli olan reaksiyaya baxdı. Qida blokunu ayıraq. İlk öncə bütün fazlara baxmaq istəyirəm mən. Kameramızı fokuslayaq.
Bu arada daha sonra mən hansı ki çıxış olmayan fazımızın müqavimət dəyərində baxmağım lazımdır. Multimetrəmizi volt rejimə alaq. Tamam, baxaq görək bu fazlar nəyə xidmət edir. Anakart start alıb baxaq görək. Burada tamam. Çünki burada zaman fərqi var. Baxın, ən azı bir 3 saniyə fərq var. Ona görə də multimetrlə rahat şəkildə ölçüm edə biləm. 1.8 tamam, böyük ehtimal ki, bu əslində 3.3-dən gəlir, 1.8-i aktiv edilir ana voltaj olaraq. Yaxşı, bunu bildik. Bu qaydasında 3.3 fazı. Standby daim aktiv deyil deyə bu 1.8'imiz aktiv olur. Bura qaydasında. Daha sonra baxaq buna. 1.5 bu da qaydasındadır. Problem yoxdur. Standby qaydasında da yenə də ölçüm olaraq göstərim. Bir dəqiqə, üzr istəyirəm. Səhv yeri ölçürdüm. 3.3 və 5'imiz qaydasındadır. Daha sonra hansı ki şübhəli fazımız var. Burada isə artıq millivolt dəyəri var. Təbii ki, buna daha sonra çəkid edəcəyəm. Bu arada bu tip problemlərdə təbii ki, artıq bizim CPU fazlarımız da aktiv deyil. Sırayla gedək. Kameramızı fokuslayın. Buradakı fazımıza baxaq. 0.9 qaydasındadır. Bu VCCA nə olmalıdır? Baxaq görək buna. PL4801 PL4801 Tamam. Sistem agent voltajı CPU üçün. Təbii ki, artıq bu çəkilən cərəyanda CPU tam ölüdür. Normaldır CPU'nun tam ölü olması, çünki PCH qidalanmır. PCH qidalanmasa CPU üçün lazımı fazlarda aktiv olmaz. Bunu da ölçmürəm artıq. Baxın, buradakı bizim daxili inteqrasiya edilmiş CPU-nun daxilindəki Intel HD ekran kartı üçündür. GeForce Core, bu isə CPU Core. 2 ədəd fazdan istifadə ediblər burada. Başqa yoxdur. Digəri batarya voltajıdır. Belə. Anakartın deşarj olmasını gözləyək. Çünki bu tip problemlərdə çıxış müqavimətində də fərq ola bilər. Nəyə görə fərq ola bilər? Çünki VRM kontrollerlərin bəzilərində bir müqavimətlə, misal ground'a bağlayırlar. Əgər ground'a bağlı olaraq dəyər seçirlər, daxili konfigurasiya edirlər bunu. Yəni, deyəlim ki, hər hansı bir müqavimət, hər hansı lazımı pini çıxış müqavimət dəyərini idarə etmək üçün ground'a bağlı bir müqavimət bağlaya bilərlər və yaxud da daxili bir konfigurasiya edə bilərlər ki, misal çıxış dəyəri, yəni çıxış fazında əgər 5 ohm olarsa, çıxış fazını bağla. Çıxış fazını artıq burada təbii ki, bu keçərli deyil. Nəyə görə? Əslində biz millivolt dəyəri görürük burada. Yəni tam ölü vəziyyətdə olsaydı, o şübhəli gələrdi ki, müqavimət dəyəri çox aşağıdır. Ola bilsin ki, bizim VRM kontroller çıxış fazını vermir, çünki çıxış müqavimətinin dəyəri çox aşağıdır. Ancaq bəzi VRM kontrollerlər çıxış dəyəri nə qədər də aşağı olsa, faz çıxışını verir. Faz çıxışı olur. 1.5-dirsə, 1-dirsə, bunu əldə edə bilərik, ölçüm edərək. Biz görə bilərik ki, gərginliyimiz var çıxış fazında. Ancaq çıxış müqaviməti ölüdür. Bu zaman təbii ki, artıq chipset ölü sayılır, qısa qapanma sayılır. Əsasən bu tip, belə deyim, çıxış müqavimətlərinin nizamlamasını, bunu bəzi platformada görmüşəm.
3 və 5 fazlarında istifadə edirlər. Yəni ilkin olaraq standby vəziyyətində bunu yoxlayırlar. Təbii ki, buna bənzər də problemlər görmüşəm. Yəni çıxış fazı var, misal gərginlik var, amma chipset sıradan çıxıb. Çünki dəyəri çox aşağıdır. Sıradan çıxmasını təbii ki, termal kamerada əlimizlə də yoxlaya bilərik ki, ən azından bu anakart tam start almır. Misal CPU üzərində yoxdur. Ancaq chipset həddən artıq çox isinir. Bu anormal sayılır. O zaman biz təyin edirik ki, çıxış müqaməti aşağıdır və bu chipsetə bağlıdır və bizim chipsetimiz nasıldır? Chipsetimizi dəyişdirməyimiz lazımdır. Təbii ki, ilk öncə chipset anakartdan ayrılır. Daha sonra buradakı çıxış faz müqamətini yerdən ölçüm edirəm ki, chipset anakartdan ayrıldı. Buradakı faz dəyəri qaydasındadır, yoxsa yox. Buradakı deşarj prosesini pinsetlə də edə bilərik. Tamam. Müqamət dəyərinə baxaq. Təbii ki, bu dəyər yenə deşarj edilsə belə az da fərq olur gözlədikdən sonra. Ona görə biraz gözlədim. Multimetr müqamət rejimdə çıxış dəyərinə baxaq. 18 ohm, 18.4 ohm yaxşıdır. Şübhəli görünmür bu chipset üçün. Bu chipset də səhv etmirəmsə nədir? SLG 8i. Haşim 76. Yaxşıdır. Bu chipset üçün normal bir dəyərdir. İndi isə biz VRM kontrolleri analiz edəcəyik. TPS 512.19 VRM kontrolleridir. İlk öncə ana voltajlarına baxacaq ki, görək bu kontroller gələn ana voltaj qaydasındadırmı? Enable siqnalına baxacaq və daha sonra təbii ki, bunları artıq mən asiloqrafın köməyi ilə edəcəyəm. Bunları asiloqrafı görmək istəyirəm ki, görək hər bir şey qaydasındadırmı? Multimetr də edə bilərəm artıq, yəni bu istəyə görədir. Mən belə seçirəm, çünki analizlərim daha dəqiq olsun. Yəni iki ölçüm etmək istəmirəm. Yəni bir multimetrlə ölçüm, daha sonra şübhəli qalım və başlayım asiloqrafa. Ona görə birbaşa elə asiloqrafla ölçüm edəcəyim. Ölçümlərə keçmədən öncə sxemimizə nəzər yetirək. Bu bizim VCC Power. Alt üst MOSFETlərimiz. Bizim alt üst MOSFETlərimiz deməli, baxın burada yer alır. PU4501, PU4503. Elə deyilmi? Baxaq. Mənim 4503, bu isə 4501. Elə deyilmi? Burada da hər ikisi yer alır. Bu arada bu deməli bu üst MOSFET-dir. Baxın bu drain terminalı. Baxın burada 19 ana xəttimizdir. Bu isə faz çıxışımızdır. Bizim ölçəcəyimiz nə olacaq? Kontrollerimiz TPS 512.19. Ölçəcəyimiz burada V5. Bu hansı ki 5VS5-dən, yəni startdan sonra aktiv olan bir gərginliyimizdir bu. Daha sonra ölçüm edəcəyimiz Enable pinimiz 14-cü pin. Deməli, birinci pinimiz buradır. 4-4 gedir. 8, 12, 13, 14. Baxın bura. Bu isə bizim Enable pinimizdir. Daha sonra 9-cu pinimiz. Baxın bura. Burada kondensatorumuz var. Burada da müqamətimiz var. Elə deyilmi? Müqamətimizin dəyəri nə qədərdir? 3.3 ohm. 3.3 ohm olmalıdır bu. Və power good. Burada təbii ki, power good böyük ehtimal ki olmayacaq. Çünki kontroller də tam çalışmır. Power good'umuz isə 3.3 S0 pull-up çəkilib bu. Bu pull-up müqamətdir. Belə başlayaq ölçümlərimizə. Asiloqrafımızı düzgün nizamlayım. Yəni belə edək. Tamam, burası da belə. Biraz ekranımızı böyüdüm. Tamam, görünür hər şey. Tamam. Deməli, ölçəcəyimiz 5 voltajdırsa, təbii ki, hər pillərini hal-hazırda 1 voltaj. Yaxşı, bunu biraz da yüksəldim.
Hər pilləmizi 2 voltaj edək. İlk öncə bu pinimizi, yəni 9-cu pinimizi ölçümünü edirəm. Qida blokunu aktiv etdim və bizim 5 voltajımız varmı? Var. Çünki burada hər bir pillə 2 voltaj olduğuna görə, burada yarımı, ortası 50% olduğuna görə bir pillə 5 voltajımız var. Daha sonra enable pinimiz var. Arada enable pinimizi göstərim. Bu enable pinimiz PM SLP S3 siqnaldır. VCC P run on siqnalı konvert alır burada artıq. Baxın, burada artıq konvert vəziyyətini alır. Çünki siqnal adı dəyişilir. Və bu da deməli, baxın, buradakı pinimiz 14-cü pinimiz. Tamam, burada trigger funksiyasını işə salım. Daha sonra burada zamanı dəyişdiririm və ortalama təbii ki burada 3.3 olacaq. Daha sonra tamam. İndi isə qida blokunu aktiv edəcəyəm və görək yüksələn gərginliyimiz nə qədərdir. Tamam, aktiv oldu. Kursor funksiyasının köməyi ilə nizamlayaq. Deməli, nə qədər? 3.2. Tamam, 3.2 voltajımız var. Gərginliyimiz qaydasındadır. Burada qaydasındadır. Deməli, bizim kontrollerimizə enable siqnalı gəlir. Power kodu ölçməyimə onsuz da ehtiyac yoxdur. İndi isə anlıq olaraq faz çıxışına baxacağam. Yəni ilk start anında fazı yoxlamaq istəyirəm, görək. Fazı ilə burada da yoxlaya bilərəm. Bu arada buranı biraz da aşağı edim. Çünki burada belə deyim də, az öncə ölçümlərdə millivolt dəyəri idi. Müthiş bir millivolt dəyəridir burada. Yəni yüksəlişdə də bir şey yoxdur əslində burada. Yəni baxın, az öncə burada bir şiş bir dalğa görmüş olduq. O da elə maksimum bunun səviyyəsində idi. Yəni yenə də millivolt dəyərindədir. Çünki hal-hazırda bizim bir pilləmiz 200 millivoltdur. Misal mən bunu bu vəziyyətə gətirsəm, yenidən bir ölçüm edim. Burada artıq çox ciddi bir fərq görmərəm. Qida blok aktiv oldu. Gördüyünüz kimi tam ölü vəziyyətdədir əslində kanal. Çünki millivolt bizim üçün önəmli sayılmır. İndi isə edəcəyim proses VRM kontrolleri anakartdan ayırım. Çünki ölçümlərdə də kontrollerimiz çox şübhəli görünür. Nəticə etibarilə bizim kontrollerimiz əslində, yəni ən azından fazın anlıq olaraq yüksəlməsi olsaydı, yəni o zaman deyərdim ki, burada bir problem yoxdur.
Qida blokuna bağlamadan öncə yenə çıxış müqavimətinə baxacağam. Görək VRM kontroller dəyişdirildikdən sonra çıxış müqavimətində fərq olurmu? Multimetrimiz müqavimət rejimdədir. Çıxış fazına baxaq. 27, 10, 26, 25. Yəni fərq oldu. Əvvəlcə 17, 18 bir ohm dəyəri var idi. Artıq dəyər daha da yüksəldi. Yəni 30 ohma yaxın bir dəyər var artıq. Bu yaxşı haldı. Deməli, bu tip VRM kontrollerlər nasaz olarsa, dəyişdirdikdən sonra da baxın, dəyərində fərq olur. Ümumiyyətlə, bu tip VRM kontrolleri dəyişdirdiyin zaman müqavimət dəyərini hər zaman diqqət önündə saxlayın. İndi isə edəcəyim nə olacaq? Qida blokunu aktiv edeyim mən. Multimetrin köməyi ilə birbaşa çıxış fazına baxacağam. Və bizə lazım olan 1.05'i fazımızda görməyimiz lazımdır. Qida blokunu aktiv edirəm. Anakart start aldım və bəli 1.0605 voltaj bu ideal dəyərdir. Bu arada çəkilən cərəyanda çox az fərq var. Baxın, bu tip bir çəkilən cərəyan var və bu dəfə diqqət etdiysəniz anakartda reaksiya da dəyişdi. Öncəki start vəziyyətindəki belə deyim, yəni öncə daha fərqli idi. Yəni 1.05 olmadığı müddətdə daim resetlə idi. Ancaq indi birbaşa start aldı. Müəyyən bir cərəyanda sabitləndi və bizim 1.05'imizdə aktivdir. Qaydasındadır. İndi isə edəcəyim proses CPU-nu bağlayaq. Təbii ki, bu halda, yəni hal-hazırda çəkilən cərəyanda nə qədər idi? Ortalama 10 mA və bu cərəyana görə, təbii ki, CPU olmadığına görə çəkilən cərəyan çox aşağıdır. CPU və RAM anakartın üzərinə bağlayım. Daha sonra USB testerimi də bağlayacağam ki, görək nəticə, yəni arxa planda görək görüntümüz varmı? Şiş bir soyutma sistemi də əlavə edim. Çünki ilk startda əgər arxa planda görüntü olarsa CPU-muzu sinəcək. USB testeri bağladım. Bir dəqiqə, burada test moduna keçdim. Tamam. Görünürmü? Görünür. Qida blokunu aktiv etdim. Anakart start aldım. Çəkilən cərəyan yaxşıdır və USB testerimiz bip səsi gəldi. CPU core 0.8 0.8 GFX core 0.9 qaydasındadır. Hal-hazırda standby rejimə keçdi. Yenidən avtostart alacaq çünki RTC batarya boşladım. Bəli, arxa planda görüntümüz var. Anakartımızın təmiri yekunlaşdı. Ümumiyyətlə bu tip problemlər olarsa, təbii ki, düzgün ölçüm qaydası ilə, sxemlə analiz edərək problemli VRM aşkarlandı və daha sonra dəyişdirildi. Notebookda görüntü əldə etdim, hər bir şey qaydasındaydı, lakin təəssüf ki, növbəti problemlər ortaya çıxdı. Bu mənim açığı bir günüm aldı. Bir günümü alma səbəbi də qeyd edəcəyim sizə. Deməli, məlum oldu ki, bizim sağ USB dual 2 ədəd USB var. Dual USB üçün təmin edilən USB switch power controller nasaz idi. Switch'ə enable siqnalı göndərilirdi, lakin çıxışı yox idi. Nasaz komponentimiz.
Daha sonra əməliyyat sisteminin səs qurğusu tanınmadı. İlk öncə BIOS-dan şübhələndim, amma daha sonra düşündüm ki, BIOS-un burada elə də bir önəmi yoxdur. Mikroskop altında baxdığım zaman, bilməm burada görünər yoxsa yox, səs kartımızın üzərində qabarma var və məlum oldu ki, səs kartımız nasazdır. Səs kartımızı dəyişdirdim. Bu dəfə səs kartım tam işlək bir səs kartı idi. Yenə də sistem tərəfindən təyin edilmədi. Və ən son, əsasən mənim xeyli vaxtımı aparan chipsetlə səs kartı arasında olan yol qopmasını düşündüm. Bir problem yox idi. Səs kartının əsas ana voltajından tutmuş siqnallarına, informasiya siqnallarına hər bir şey qaydasında da, ancaq informasiya kanalı düzgün işləmirdi. Yəni bəzilərində ümumiyyətlə kanal tam ölü idi. Və məlum oldu ki, bizim chipsetimiz də xarabdır. Açıq bu qədər, yəni bu problemin bu qədər uzanacağını bilmirdim. Böyük ehtimal ki, bir voltaj 1.05 chipsetin ana voltajından qaynaqlanma ehtimalı var ki, bəlkə də gərginlik yüksəlib, bilmirəm nəsə olub və chipsetimizin çox maraqlıdır. Notebook tam ideal şəkildə işləyir, lakin bizim chipsetimiz səs kartını təyin edə bilmirdi. Chipsetimizi artıq mən dəyişdirmişəm. İdeal şəkildə dəyişdirilib chipsetimiz. Və səs artıq bərpa edildi. Notebookumuzu tam toparlayım, yekun nəticəyə baxaq və videomuzu yekunlaşdıraq.